Bloku dəstək üçün sualların izahına davam edirik. Qeyd edim ki, bu sualda blok sınaq kitabından götürülmüşdür. Uyğunluğu müəyyən edin. Düzəltmə zərf cümlənin zərfliyidir. Sadə sifət cümlənin təyinidir. Mürəkkəb isim cümlənin mübtədasıdır. Biz əvvəlcə sualda diqqətli oluruq. Hər dəfə dediyim kimi. Deməli, bizə lazım düzəltmə zərf. Nə olmalıdır o? Zərflik. Sadə sifət lazımdır. Təyin olmalıdır və mürəkkəb isim də mübtəda olmalıdır. İndi cümlələrimizi keçə bilərik. Qaçı-qaç başlayanda özümü itirdim. Burada qaçı-qaç sözü mürəkkəb isimdir, düzdür. Amma baxırıq mübtəda olurmu? Özümü itirdim ki, mən. Bu mübtədası məndir. Qaçı-qaç başlayanda nə zaman? Feili birləşmədir. Tərkibindədir qaçı-qaç və zərflikdir. Cavabımız ümumiyyətlə heç birisinə uyğun gəlmir. Çünki bu cümlədə mürəkkəb isim zərflik oldu. Söz birləşməsinin daxilində hətta düzəltmə zərf və sadə sifət yoxdur. Ona görə A olan bəndləri çıxırıq ki, bizim vaxtımız qalsın. İmtahanda işləyəndə vaxtımız qalsın. Artıq 3 bənd çıxdı burada, qaldı 2 bənd. Keçək ikincisinə. Bir bəndi daxilən övladın haqsız olduğunu duyurdu. Nə edirdi? Duyurdu. Kim? O. Necə duyurdu? Daxilən duyurdu. Burada daxilən sözü övladın haqsız olduğu birləşməsinə aid deyil. Biz yerlərini dəyişsək, övladın haqsız olduğunu daxilən duyurdu. Yəni daxilən sözü daxilən övladın haqsız olduğu uyğun gəlmir. Yəni o birləşməyə aid deyil. Daxilən ayrıca bir sözdür. Düzəltmə zərfdir və zərflikdir. Deməli, B bəndi hansına uyğun gəldi? 1-ə uyğun gəldi B bəndi. Çünki düzəltmə zərfdir, cümlənin zərfliyidir. Keçdik C bəndinə. İt burnu kolu dağınıq saçlarına ilişmişdi. İlk baxışda görürük ki, burada mürəkkəb isim var. Bir də sadə sifət var. Dağınıq sözü sadə sifətdir, çünki ayırmaq olmur. Kök və şəkilçi ayırmaq olmur. Mürəkkəb ismə baxaq ki, mübtəda olurmu? Nə etmişdi, ilişmişdi? Nə? İt burnu kolu. Yenə də biz bunu götürə bilmirik, çünki it burnu kolu söz birləşməsinin tərkibindədir. Mürəkkəb ismi buradan çıxdıq. Və sadə sifət nə olmalı? Təyin. Nəyə ilişmişdi? Saçlarına. Necə saçlarına? Dağınıq təyindir və sifətdir. Doğrudur. Sadə sifətdir. Buna görə bizim ikinci cavabımızın qarşısına yazaq B bəndi. B yox, C bəndi. Keçək digər cavaba. D bəndi. Sürətlə qaçan gəncin qarşısına qəfil bir maşın çıxdı. Burada biz görürük ki, sadə sifət var, düzdür, amma bu təyin ola bilməz. Sürətlə düzəltmə zərf, qəfil isə sadədir, buna baxmırıq. Düzəltmə zərf sürətlə qaçan, indi biz bunu təhlil edək. Nə etdi, çıxdı, nə çıxdı? Maşın. Haraya çıxdı gəncin qarşısında? Hansı maşın sürətlə qaçan? Bu təyindir. Deməli, düzəltmə zərf söz birləşməsinin tərkibindədir və təyindir. Bu cavabımıza uyğun gəlmir. D bəndində çıxa bilərik, qaldı bizim bir bəndimiz. Y bəndinə baxaq. Təzə soyadı çox xoşuna gəlirdi. Nə edirdi xoşuna gəlirdi? Nə xoşuna gəlirdi? Soyadı. Bu soyadı sözündəki I şəkilçisi sizi çaşdırmasın. Bu mənsubiyə şəkilçisidir. Yəni onun soyadı çox xoşuna gəlirdi. Onun sözü buraxılıb, soyadı sözü mürəkkəb isimdir. Mənsubiyə şəkilçisi var, mübtədadır və bizim üçüncü cavabımızı ödəyir. Necə soyadı? Hansı soyadı? Təzə. Təzə sözü də təyindir. Deməli, bizim üçüncü cavabımız nə oldu? Üçüncü cavabımız oldu Y bəndi. Onda hansı bəndimiz uyğun gəldi? 1B, 2C, 3Y. Bəli, biz digər bəndlər çıxmışdıq. Doğrudan da cavabımız oldu B bəndi.